Ramazanda Ramazan orucunun tutulma prinsipləri vardır. Səhərdan yerə ağarandan axşam günəş batana qədər yemək, içmək və şəhvətdən, cinsi əlaqədən uzaq durmaq. Bunu etdiyin zaman bu oruç pozulur. Bir də bizim ədəbiyyatımızda mən belə deyirəm, orucun mənəvi keyfiyyətini aşağı salan, qeybət kimi, iftira kimi, böhtan kimi, təhqir kimi, söyüş kimi qeyri-əxlaqi məsələlər var ki, bu orucun əslində fıqhi, hüquqi nöqteyi nəzərdən pozmaz, amma mənəvi keyfiyyətinə çox ciddi zərər vurur. Bunlardan biri də yalandır. İndi Peyğəmbərimizin bir hədisi var, buyurur ki, mən ləm yədə qavlə zur vəl əmələ bih. Kim əgər yalanı və yalanla əməl etməyi tərk etməzsə, fəleysə lillahi hacətun fi ən yəda'a ta'aməhu və şərabəhu. Onun yeməsini, içməsini tərk etməsinə Allahın ehtiyacı yoxdur. Yəni bir Ramazan ayında tuttuğumuz oruç zamanı danışdığımız yalanın baxın nə qədər təsiri var. Və buradan ticarətə gəlmək istəyirəm. Eyni zamanda da Ramazan ayındayıq. Bu yalandan necə qurtulacağıq? Bu ticarətdəki yalandan ki, düşünürəm ki, çox təəssüflər olsun ki, bütün marketinq sistemi ki, onlar üçün müəyyən standartlar müəyyən edilir. Demək olar ki, o standartları heç kim tutturmur. Yəni hamı o standartlardan bir şəkildə qaçır və bu da yalana girir. Bu səfər iş yalana girincə halallıq pozulur. Rizqin halallığı pozulur. Fazıl müəllim, bir hədis yenə ağlıma gəldi. Onu sadəcə olaraq istədiyim. Həqiqətən çox çətinlik çəkirəm bunu deməkdə. Nə mənada? Loxma belə, ağzımıza aldığımız loxma belə halal olmalıdır. Deyir ki, əgər aldığınız paltar 10 dinardırsa, məsələn 10 manatdırsa və bunun 1 manatına haram bulaşıbsa, o paltarda namaz qılmayın, namaz qəbul deyildir. Bəzən fikirləşirəm ki, bildik, bilmədik, haramın qarışdığı qazançla biz yemək yeyirik və biz iftar eləyirik. Demək ki, orada da bir problem var. Biz həccə gedirik. Biz namaz qılırıq, bütün ibadətlərimizi, həyatımızı bununla keçiririk. Nə qədər önəmlidir, nə qədər əhəmiyyətlidir ki, biz qazancımızı halal eləyək və qazancığımıza haram qatmayaq. Bax, mən əslində biraz da çıxış yolu axtarmağa çalışıram, sizdən bir formul istəyirəm ki, nə bilim, həyatımızın müxtəlif sahələrində biz bu yalanla qarşı-qarşıya qalırıq. Lap qədimdən götürsək, südə su qatmaq çox məşhur idi. Bugün bilmirəm, benzinə, dizelə su qatırlar və ya yağın bir standartı var, onun tərkibində bu qədər faiz yağ olmalıdır. Oradan onu kəsirlər, əlavə başqa yağlar qoyurlar. Yəni, çox şikayətimiz var da. Adi yemək yeməyə getdiyimiz zaman yediyimiz kebabın belə bir standartı olmalıdır. Evet. Standart müəyyən edilib. Bəlkə ondan 10 qram, 15 qram, 20-30 qram kəsir ki, bir şiş daha çıxara bilərəmmi? Bunlar hamısı əslində harama girir. Yəni, belə deyək, dünyəvi sistemin qoyduğu standartları belə yerinə yetirməmək, standartlardan belə keçmək artıq yalana, fırıldağa, harama girir ki, bu da birbaşa bizim qazancımıza və həyatımıza təsir edir. Nə qədər yüksək dərəcədə bir mənəviyyata sahib olmalıyıq ki, buna diqqət eləyək. Çünki buna diqqət elədiyimiz zaman normal həyatımızdakı iqtisadi münasibətlərimiz də bunu istəyir, tənzimləyir əslində. Necə qurtulaq bu problemdən? Necə qurtulmamız əslində biraz da mümkünsüzdür. O baxımdan ki, bax, mağazaların hansına girsən, 70% endirim, 50% endirim. Girirsən, həmən paltara baxırsan, ya əşyaya baxırsan, görürsən ki, bunda o endirim yoxdur. Yaxud da insanları cəlb eləmək üçün reklam vasitəsilə elə bir təbliğat gedir ki, girirsən ki, bu təbliğata uyğun deyil. Yaxud da restoranda xidmət, yaxud da ali məktəbdə təhsil və başqa məsələlərdə bunu... Həyatımızın hər sahəsində, bütün sferalarında buna rast gəlirik. Burada əslində müasir dövrdə bunun qanunla bağlı tərəfinə diqqət eləmək lazımdır. Yəni, hər birinin, məsələn, yeməyə qida təhlükəsizliyi agentliyi var. Standartları doğru tətbiq olunsa, bütün cəmiyyətə və bərabər, ədalətli tətbiq olunsa, hamı biləcək ki, bura at ətini, deyək ki, qoyun ət əvəzinə, mal ət əvəzinə insana yedirtmək, bu böyük bir cinayətdir. Tutaq ki, digər mal istehsalına meteorologiya standartlaşma demək qurumu var.
o məsələn elə bir qaydalar tətbiq eləyəcək ki, bunu heç kim çıxmaz. Şəhər salma elə bir qayda tətbiq eləyəcək ki, bu armaturun əvəzinə daha zəif bir və demək keyfiyyətsiz armaturu binan demək tikintisinə istifadə eləməyəsən, o bina uça bilər və təhlükə oradan zəlzələdə və başqa hallarda uça bilər. Demək, əslində bunu biz İslam nöqteyi nəzərindən daha çox vətəndaşı idarə edən qanunlar nöqteyi nəzərindən doğru tətbiq eləməliyik. Və qanunlara da əməl etmək bir çox hallarda insanların işinə gəlmədiyinə görə bir çox qanundan da bəzən də imtina eləyirlər. Məsələn, bir çox insanlara deyəndə, tutaq ki, siqaret çəkmək tütün əleyhinə qanun qəbul eləmişik. Amma adam girir restorana deyir ki, mən şadlıq evində, deyir, mən gəlmişəm bura, amma mən siqareti qapalı yerdə çəkəcəyəm. Sən deyirsən ki, bu qanun icazə vermir. Onda deyir, mən sənin restoranda çörək yeməyəcəm, yemək yeməyəcəm. Bu, İslamla yox, qanunla bağlı məsələdir. Yəni, insanın şuurunda ona hörmət məsələsi, qanuna hörmət eləmə məsələsi olmur. O da müştərisini itirməmək üçün imkan yaradır ki, nə istəyirsən çək, başqasının da haqqına gir, üstünlük yanındakına da müəyyən dərəcədə ötürə bilirsən, onu narahat eləyə bilirsən. Amma sən demək, mənim müştəri olaraq itirmək istəmirəm. Çünki buradan gəlir gələcək. Və bir çox məsələlər bu cürdür. Yaxud da deyək ki, bir toy məclisində bu 300-400 manata hansısa bir nəfərə menyu müəyyən olunursa, belə bəri başdan aldatmadır da. Bir nəfər 20 manatdan artıq, 30 manatdan artıq yemək yeməz ki, özdə axşam tərəfi ya bir 10 növ yemək yeməyəcək ki, 10 növ yeməyin puluna. Bu hamısı bütövlükdə cəmiyyət həyatında insanların uzlaşaraq hüquqa sayğı göstərmə vərdişinin və əxlaqının olmamasından irəli gələn məsələdir. Bunu çox da dinlə, çünki din biraz da insanların öz çevrəsində tətbiq eləyə biləcək. Çünki Allahın nə sözü var? Deyir ki, Allah Teala heç vaxt insanı daşıya bilməyəcəyindən artıq yükləməz. Bəli. Bu cəmiyyətlərə aiddir. Sən bu cəmiyyətdə mümkün olan və Allahın tələb elədiyi səviyyədə qaydalara əməl eləməlisən. Mümkün olmayana, sən tutaq ki, haradasa bir işin təyyarəyə uçmalısan harasa, 20 manat artıq verib, belə bilet yoxdur, 20 manat artıq verib bilet almağın əslində rüşvət verməkdir. Tutaq ki, əlavə ödənişdir, amma sən uçmalısan axı. Deməsən, cəmiyyətin mümkün olmayan qaydalarına qarşı dirəniş göstərmə imkanın yoxdursa, həmən ayəyə girir. Yəni ki, səni biz gücün çatan qədər sən bu qaydalara, bu tələbə əməl etməlisən. Gücün çatmayan artıq üzərindən. Sən bunu etməyə, deyək ki, böyük bir öhdəliyin olmayacaq və buna görə qınanmayasın.